Elə sənət əsərləri var ki, onlara sadəcə baxmaqla kifayətlənmirsən, toxunmaq istəyirsən. Sanki səni görməkdən daha dərinə, hiss etməyə çağırırlar. Bax, bugün biz məhz belə bir dünyaya səyahət edəcəyik. Detalların canlandığı, görünməyən bir aləmə. Gəlin elə ilk əsərdən başlayaq və biraz yaxından baxaq. Ekranda gördüyünüzə sadəcə boya demək, düz olmazdı. Bu, sanki canlanmış bir mənzərədir. Fikir verin, hər fırça zərbəsi necə qabarıq, demək olar heykəl kimi bir tekstura yaradıb. Hiss edirsiniz, bu kağıdan üzərindəki bir relyef kimidir. Elə bil dəyiş ki, gəl mənə toxun. Yaxşı, indi gəlin biraz geri çəkilək və bütün mənzərəyə baxaq. Bayaqdan heyranlıqla baxdığımız o inanılmaz tekstura əslində bu mifoloji varlığın sadəcə bir parçasıdır. Bax, bu yaxından uzağa keçid rəssamın əsl imzasıdır. Hekayəni necə qat-qat, necə ustalıqla qurduğunu bizə göstərir. Deməli, birinci bölmədə gəlin bu işlərin ən heyrətamiz tərəfinə fokuslanaq. Yəni, onların sanki toxuna biləcəyimiz o üç ölçülü təsirinə. Bu, sadəcə boya deyil, kətan üzərində əsl heykəldir. Həqiqətən də bu texnika bizim əsərə baxışımızı tamamilə dəyişir. Artıq düz bir səthə baxmırsan, sanki üçölçülü bir dərinliyin içinə girirsən. Elə bil bu rəsmlər kətanın sərhədlərini aşıb bizim dünyamıza keçmək istəyir. Baxın, burada tekstura sadəcə bir bəzək elementi deyil, yox. Əsərin elə bil ki, ürəyidir. O necə güclü bir enerji, necə bir hərəkət hissi yaradır. Rəqqasənin hərəkətinin bütün dinamikasını, o coşqunu boyanın qalınlığında, o burulğanlarda açıq-aydın görürsən. Gəlin bir anlıq bir detala fokuslanaq. Rəqqasənin paltarının o ağ qatlarına. Görürsünüz, boyanın o qalın tətbiqi, parçanın axıcılığını, o hərəkəti elə möhtəşəm canlandırır ki, bu, rəssamlığın donmuş bir anın içində hərəkəti necə əbədi etdiyinin ən parlaq nümunələrindən biridir həqiqətən. Yaxşı, bəs rəssam bu qeyri-adi üslubla bizə hansı hekayələri danışır? İndi gəlin onun təxəyyül dünyasının daha dərinliklərinə enək. Miflərin və maşınların toqquşduğu o qəribə aləmə. Baxın, bu iki dünya yan-yana gələndə rəssamın təxəyyülünün nə qədər sərhədsiz olduğunu görürük. Solda qədim dənizlərin sehri, sağda isə ulduzların soyuq, sərt məntiqi. Düşünün, eyni fırçadır, amma bir-birindən gecə ilə gündüz qədər fərqli kainatlar yaradır. Qədim sehirdən gələcəyin məntiqinə. Bütün bunlar eyni kainatın parçası ola bilərmi? Rəssam bizə nə deməyə çalışır əslində? Bu sual həqiqətən də insanı dərindən düşündürür. Və bu üslub təkcə mifik varlıqlar üçün deyil. Baxın, insan həyatının, cəmiyyətin o mürəkkəb səhnələrini təsvir etmək üçün də necə mükəmməldir. Bu əsərdə o qədər çox şey baş verir ki, sanki hər küncündə onlarla fərqli hekayə gizlənib, sadəcə kəşf edilməyə gözləyir. İndi gəlin biraz da dərinə gedək, səthin altına enək. Gördüyümüz bu obrazların arxasında hansı mənalar, hansı simvollar var? Gəlin bu hekayələri birlikdə çözməyə çalışaq. Bəs bütün bunlar nə deməkdir? Əsas sual budur. Bu sual əslində bir dəvətdir. Gəlin birlikdə bu əsərlərin dərinliyinə enək, səthin altındakı mənaları axtaraq. Ekranda gördüyümüz bu əsər ilk baxışdan çox aydın simvollarla doldur. Tarazlıq, ədalət, ammaldamayın. İlk baxışda sadə görünən bu tərəzilər əslində daha mürəkkəb, daha dərin bir hekayənin sadəcə başlanğıcıdır. Nə qədər yaxından baxsan, hekayə bir o qədər açılar. Məncə bu fikir bu əsərləri anlamaq üçün əsl açardı. Bizi səthin o tərəfinə baxmağa, gizli hekayələri tapmağa sövq edir. Çünki bu rəsmlərdə ilk baxışda görünəndən qat-qat çox şey var. Və baxın, budur o gizli hekayələrdən biri. Tərəzinin gözlərindən birinin içinə diqqətlə baxın. Orada bütöv bir şəhər var. İnanılmazdır, elə deyilmi? Bəlkə də rəssam demək istəyir ki, ədalət kimi bir anlayış əslində bütöv bir cəmiyyətin bütün mürəkkəbliyi, bütün ağırlığı ilə ölçülür. Deməli, stil, mövzular, simvollar, indi gəlin bütün bu parçaları bir yerə yığaq. Artıq bu fantastik dünyanın arxasındakı o vahid baxışı, yəni rəssamın öz dünyasını anlamağa başlayırıq. Bu səhnəyə baxın. Mif, təbiət, həyat, hətta ölüm. Bütün bu fərqli elementlər necə bir-biri ilə iç-içə keçib, vahid, amma çox sürreal bir dünya yaradır. Bu bizə göstərir ki, rəssamın kainatında hər şey, amma hər şey bir-biri ilə əlaqəlidir. Və indi gəldik ən maraqlı məqama. Bütün bu gördüyümüz kainat, bu fərqli dünyalar, bu hekayələr, hamısı tək bir təxəyyülün məhsuludur. Və biz nəhayət bu möhtəşəm dünyanın yaradıcısının adını öyrənəcəyik. Ramazan. Bəli, bütün bu əsərlərin müəllifi Ramazandır.
Artıq bu ad bütün gördüklərimizi bir araya gətirir və bu heyrətamiz səyahətə aydınlıq gətirir. Gəlin qısaca bir xatırlayaq. Haradan başladıq, hara gəldik? Deməli, bənzərsiz bir heykəltaraşlıq üslubunu gördük, sonra miflərlə və maşınlarla dolu bir dünyaya daldıq, dərin simvolizm dilini anlamağa çalışdıq və nəhayət bütün bunların arxasındakı o tək baxışa, yəni Ramazanın dünyasına çatdıq. İndi isə gəlin bu zəngin dünyanın bir neçə fərqli anına sürətlə nəzər salaq. Baxın, insan, təbiət və mif burada necə dərin bir şəkildə bir-birinə bağlanıb, sanki bir-birinin içinə keçib. Və bu əsər hər biri rəssamın o bənzərsiz, özünə məxsus baxışını bir daha təsdiqləyir. Rənglər, teksturalar elə bir katandan çölə fışqırır. Və nəhayət, rəsmləri öz təbii məkanında görürük. Bir rəssam emalatxanasında. Bu kadr bizə bir şeyi xatırladır. Bütün bu möhtəşəm, fantastik dünyalar əslində real bir yerdə, bir yaradıcılıq alovundan, bir sənətkarın əllərindən doğulur. Beləliklə, sizi bu ilham verici sualla baş-başa buraxırıq. Görəsən, hansı dünyalar hələ yaradılmağı gözləyir? Bu sual sənətin və təxəyyülün sərhədsizliyi haqqında düşünməyə vadar edir. Kim bilir, bəlkə də növbəti heyrətamiz dünyanı kəşf edən elə siz olacaqsınız.